Həqiqətən də tövhid bizim həyatımızda ən mühüm məsələlərdən biridir. Əqidə, tövhid, la ilahə illallah kəlməsi müsəlmanın həyatında ən mühüm məsələlərdən biridir. Və müsəlman çalışmalıdır ki, bu əqidəni, bu tövhidi, la ilahə illallahı, onun tələb etdiyi, la ilahə illallah nə tələb edirsə, o formada həyatını yaşasın və o formada həyatını sürsün. Ona görə də biz bilməli ki, hər bir tövhid əhli həqiqətən onun üstünlüyü böyükdür. Biz hər bir tövhid əhlini, hər bir la ilahə illallah demiş müsəlman kişi və qadını Allah üçün sevməliyik. Həqiqətən onların namusu bizlər üçün daha əzizdir və onlar bizə ən sevimli insanlar olmalıdır. Çünki onlar tövhid əhlidir. Çünki onlar Allaha boyun əymişlərdir. Ona görə qardaşlar, tövhid Allahın və Rəsulunun bizlərə olan əmridir ki, Rəbbimizə ibadət edək və ona heç bir şey ona şərik qoşmayaq. Çünki Allah bunu bizlərə buyurub və Allah bunu Rəsuluna əmr edib, Rəsulu da bunu bizlərə çatdırıb. Necə ki, Uca Allah bu barədə buyurur ki, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Və həmçinin Uca Allah digər ayədə isə buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ Biz hər bir peyğəmbər ümmət göndərdik ki, onlar həmən insanlara nəyi əmr etsinlər? Allaha ibadət etməyi və bütlərdən çəkinməyi insanlara əmr etsinlər. Və həmçinin Uca Allah tövhid barəsində buyurur ki, قُلْ تَعَالَوْ أَتْلُ مَا حَرَّمَ رَبُّكُمْ عَلَيْكُمْ أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا Uca Allah öz kitabında buyurur ki, gəlin sizə Allahın haram etdiyi şeyi oxuyum. Hansı ki, Uca Allah bu barədə buyurur ki, Allah أَلَّا تُشْرِكُوا بِهِ شَيْئًا ona heç bir şey şərik qoşmayın. Yəni Allah ona şərik qoşmanı eləyib, haram edib. Və şirk ən böyük zülmdür, ən böyük haramlardan biridir. Və həmçinin Uca Allah tövhid barəsində, dini ona məxsus etmə barəsində buyurur ki, وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُوا إِلَّا إِيَّهِ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Rəbbin sənə əmr edib ki, yalnız ona ibadət elə və valideynlərinə qarşı yaxşılıqda ol. Allah və sonra isə valideyn haqları. Ona görə insan çalışmalıdır ki, Rəbbinə ibadət eləsin, düzgün formada ibadət etsin və həmçinin də valideynlərinin qədrini bilsin. Həqiqətən də valideynin şəni doğrudan da dinimizdə ucadır və böyükdür. Və sonra isə qardaşlar, məşhur hədislərdən biri İbn Məsud radiyallahu anh buyurur ki, kim Allah Resulü sallallahu aleyhi və səlləmin vəsiyyətinə baxmaq istəyir, hansı ki o vəsiyyətin üzərində Peyğəmbər sallallahu aleyhi və səlləm möhrü var. Və sahabə Allah subhanahu wa ta'ala bu ayəsini oxuyur ki, gəlin sizə Rəbbinizin haram etdiyi şeyi oxuyum, hansı ki o buyurur ki, Əllə tuşriku bihi şeyə, ona heç bir şey şərik qoşmayın. Və sonra isə Allah subhanahu wa ta'ala ayənin sonunda isə buyurur ki, həqiqətən də bu mənim yolumdur, bu haqq yol mənimdir, yəni tövhid yalnız mənimdir, mənə aiddir və ondan başqa yollara tabi olmayın. Və məşhur hədislərdən biri Muaz ibn Cəbəl radiyallahu anh buyurur ki, mən bir gün Allah Resulü sallallahu aleyhi və səlləmin Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə uzunqulağın üzərində oturmuşduq və onun arxa tərəfində idim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Muaza buyurur ki, ey Muaz, Allahın qullar üzərində olan haqqı və qulların da Allah üzərində olan haqqını bilirsənmi? Muaz bildirir ki, deyir ki, Allah və Rəsulu daha yaxşı bilir. Burada hədisdə çıxan faydalardan biri odur ki, Muaz radiyallahu anh ümumən sələflər, sahabələr bilmədiyi məsələlərdə heç vaxt özlərindən ictihad etməzdilər. Heç vaxt özlərindən danışmazdılar.
Və həmişə o şeyi nəyə qaytarardılar? Allaha və Rəsulundan qaytarardılar. Və Peyğəmbər sallallahu sağ idisə deyərlər ki, Allah və Rəsulu daha yaxşı bilir. Amma Peyğəmbər sallallahu vəfatından sonra isə nə deyirik? Allah daha yaxşı bilir. Ən yaxşısını, ən doğrusunu Allah bilir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona buyurur ki, Muaza buyurur ki, həqiqətən də Allahın qulları üzərində olan haqqı odur ki, qulları ona ibadət etsinlər, ona heç bir şeyi şərik qoşmasınlar və qulların Allah üzərində olan haqqı odur ki, qullar bunu etdikdə onlara heç bir əziyyət verməsin. Və sahaba buyurur ki, ey Allahın Rəsulu, mən insanları bu xəbər ilə müjdəliyimmi? Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, xeyr, onları müjdələmə, onlar arxayın olarlar. Sonra isə qardaşlar, tövhid, la ilahə illallah, əqidənin saf olması həqiqətən insanın günahlarına kəffarədir. Necə ki, Uca Allah buyurur ki, "Əllezîne âmenû və lem yelbisû îmânahum bizulm ulâike lehumul əmnu və hum muhtedun." O kəslər ki, iman gətirirlər və imanlarına heç bir zülm qatışdırmırlar, onlar əmnamanlıq içərisindədirlər və onlar doğru yola yönəlmişlərdirlər. Bu onu göstərir ki, tövhid üzərində olan insan əmnamandır. Ona heç bir şey toxuna bilməz. Həm bu dünyada əmnaman olacaq, həm də axirətdə insan əmnaman olacaq. Yəni, əminlik ona cənnətdə, ona heç bir xəstəlik, heç bir üzüntü, heç bir kədər toxunmaz. Və həmçinin də qardaşlar, tövhidin fəziləti barəsində dedik ki, tövhid insanın günahlarına kəffarədir. Necə ki, deməli, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim Allahın tək ilah olduğuna şəhadət edərsə, onun və həmçinin də Muhammedin onun elçisi və peyğəmbər olduğuna şəhadət edərsə, qulu və peyğəmbər olduğuna şəhadət edərsə, İsa'nın da onun qulu və elçisi olduğuna şəhadət edərsə, həqiqətən və cənnətin haqq, cəhənnəmin haqq olduğuna şəhadət edərsə, Allah subhanahu wa ta'ala onu cənnətə daxil eləyər. Və həmçinin Allah subhanahu wa ta'ala la ilahə illallah deyənə cəhənnəmə haram eləyir. Fə innəllah harram alənlər mən qalə la ilahə illallah yebtəği bidəlikə vəcihəllah. Həqiqətən uca Allah la ilahə illallah deyən kəssə həmən insana nədir? Odu ona haram edib. Yəni, həmən insan Allah subhanahu wa ta'ala cəhənnəmə salmaz. Və sonra isə məşhur hədisdə deməli, qalə Musa ya Rab əllimni şeyən ədkurukə və əd'ukə bih. Musa buyurur ki, Musa Peyğəmbər buyurur ki, ey Rəbbim, mənə elə bir şey öyrət ki, mən onunla səni xatırlayım və onunla sənə dua edim. Allah subhanahu wa ta'ala Musaya buyurur ki, ey Musa de ki, la ilahə illallah. Musa buyurur ki, ey Rəbbim, bütün qullarım bunu deyirlər. Allah subhanahu wa ta'ala buyurur ki, ey Musa, həqiqətən də 7 göy və 7 yer və onun içərisində olanlar tərəzinin bir gözündə və la ilahə illallah da tərəzinin bir gözündə olsa, la ilahə illallah onların hamısından ağır gələr. Və sonra isə Allah Resulü sallallahu aleyhi ve sellem başqa bir hədisdə isə buyurur ki, qüdsi hədisdə Allah subhanahu wa ta'ala deyir, Ya ibn Adəm, ey Adəm övladı, İnnəkə ləv ətəytəni bi qurabil ardı xataya, thümmə ləqitəni lə tuşriku bi şeyə, lə-ətəytukə bi qurabihə məğfirə. Ey adam övladı, sən mənə yerlər qədər xətalarla gəlsən, günahlarla gəlsən, sonra mənimlə qarşılaşacağın zaman mənə heç bir şey şərik qoşmasan, mən sənə bir o qədər məğfirətlə gələrəm. Bu da tövhid əhlinin fəzilətidir ki, tövhid insanın günahları nədir? Kəffarədir. Lakin bu şeylər bizə arxayınlıq verməsin ki, yəni hər şey bitdi, hər şey tamamlandı. Xeyr, əksinə, tövhid əhli bununla yanaşı nə etməlidir? Günahlardan da uzaq durmalıdır və günahlardan çəkinməlidir. Tövhid əhli günahlardan uzaq durmalı və asiliklərdən çəkinməlidir. Həqiqətən də biz bilirik ki, bizim etiqadımıza görə 3 şey cəm olmalı. Allaha sevgi, Allahdan qorxu və Rəbbimizə ümid. Allahı sevirik və ümid edirik ki, Allah bunu bizdən qəbul edər
və həmçinin də günah işlədiyimiz zaman qorxuruq ki, Rəbbimiz bizi cəzalandırar. Ona görə insan bu üç məsələni nə etməlidir? Cəm etməlidir. Biz, yəni sufi deyilik ki, daima sevgidə olaq, qorxun ümidi tərk edək. Biz murciə deyilik ki, daimən ümidli olaq, qorxunu və sevgini tərk edək. Biz xavarici deyilik ki, daimən qorxuda olaq, ümidi və sevgini tərk edək. Əhlüsünnə vəl cəmaət sələflər nədir? Üçünü bir yerdə cəm edənlərdir. Sonra isə qardaşlar, tövhid, həqiqətən kim əgər tövhidi gerçəkləşdirərsə, haqqı ilə yaşayarsa, Allah subhanahu wa ta'ala onu inşallah ki, sorğusuz, hesabsız cənnətə daxil edənlərdən edər. Necə ki, məşhur hədisdə Hüseyin ibn Abdurrahman buyurur ki, mən deyir, Səad ibn Cübeyrin yanındaydım. O dedi ki, Hüseyin ibn Abdurrahman buyurdu ki, sizlərdən biriniz gecə düşən ulduzu gördümü? Sizlərdən kim bunu gördü? Və Səad ibn Cübeyr buyurur ki, onu mən gördüm. Lakin həmən vaxtı mən gecə namazına qalxmamışdım. Lakin məni əqrəb sancmışdı. Sahaba buyurur ki, yaxşı, bəs o zaman nə inədin? Buyurur ki, o zaman özümü rüqyə etdim. Dedi, buna sənə vadir edən nə oldu? O buyurdu ki, Şə'binin bizə danışdığı oldu. Buyurur ki, Şə'bi sizlərə nə danışmışdı? Buyurur ki, o belə demişdir. Rüqyə ancaq gözdəymədən və əqrəb sancmağına qarşı olur. Və sahaba buyurur ki, həqiqətən də yəni bu nə gözəl bir işdir. Yəni sənin eşitdiyini əməl etmək nə gözəl bir işdir. Lakin sahaba buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm İbn Abbas Allah Resulü sallallahu aleyhi və səlləmdən bizlərə belə demişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Mənə ümmətlər göstərildi və mən orada fərəeytun nəbiyyə və mə'əhur rahd və mən Peyğəmbər gördüm və o Peyğəmbərlə bir cəmaat gördüm. Və başqa bir Peyğəmbər gördüm, həmən Peyğəmbərlə bir-iki kişi var, bir və iki kişi var idi. Və bir Peyğəmbər də gördüm, onunla heç kəs yox idi. Əzəmətli bir qaraltı gördüm və zənn etdim ki, bu mənim ümmətimdir. Mənə deyildi ki, bu Musa və onun qövmüdür, onun ümmətidir. Və sonrası yenə mən böyük bir şey gördüm və mənə deyildi ki, bu sənin ümmətindir. Və onlarla birlikdə 70.000 nəfər var, hansı ki onlar hesabsız və əzabsız cənnətə daxil olurlar. Və Peyğəmbər sallallahu əleyhi və səlləm bunu deyib mənzilinə, hücrəsinə daxil olur. Və insanlar bir-birinə təəccüblə baxırlar, hamısı bir-birinə baxır, hamısı fikirləşir, görəsən bunlar kimdir? Və hər kəs ona deyir ki, bu birisi o birisinə deyir ki, ola bilsin ki, bunlar Peyğəmbər sallallahu əleyhi və səlləm əshabıdır və bəzilər deyir ki, ola bilsin ki, bunlar o kəslərdir ki, doğulandan İslam'a giriblər, Allah heç bir şərik qoşmayıblar və bu kimi bir çox şeylər deyirlər. Allah Resulü sallallahu əleyhi və səlləm sonra onların qarşısına çıxır və onlara bu dediyi barədə xəbər verir və buyurur ki, 70.000 nəfər onlardır ki, humellezine la yastarqun və la yaktavun və la yatatayyarun və alə rabbihim yetevekkelun. Onlar rüqyə tələb etməzlər və damığa vurmazlar və bədbinliyə inanmazlar və Rəbbilərinə təvəkkül edərlər. Və Ukkaşə radiyallahu anhu buyurur ki, ey Allahın Resulü, Allaha dua elə ki, Allah məni onlardan eləsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, sən onlardansan. Və sonra isə başqa bir kişi qalxır, ey Allahın Resulü, dua et ki, Allah da məni onlardan eləsin. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Ukkaşə səni qabaqladı. Və sonra isə qardaşlar, tövhid əhli şirkdən qorxmalıdır. Həm böyük şirkdən, həm kiçik şirkdən qorxmalıdır. Necə ki, dediyimiz kimi, insanın la ilahə illallah deməsi onda heç bir arxayınlıq yaratmasın. Çünki biz bilirik ki, bir çoxumuzun bilmədiyi bir neçə gizli şirklər var. Onlardan bir də nədir? İnsanın əməlinə riyanın daxil olmasıdır. O ki, insan tövhidini bu şeylərdən nə etməlidir? Uzaq tutmalıdır.
şirk barəsində uca Allah buyurur ki, İbrahim Peyğəmbər haqqında buyurur ki, وَجُنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامِ Allahın dostu Xəlili İbrahim əleyhissalam buyurur ki, ey Rəbbim, məni və övladlarımı sənə, yəni bütlərə ibadət etməkdən bizləri qoru, bizləri bundan çəkindir, uzaq tut. Və Peyğəmbər sallallahu əleyhi və səlləm başqa bir hədisdə buyurur ki, أخفف ما أخاف عليكم الشرك الأصغر فسئل عنه فقال الرياء Allah Resulü sallallahu əleyhi və səlləm buyurur ki, sizlər üçün ən qorxduğum şey kiçik şirkdir. Ondan bu barədə soruşulanda Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, o riyadır. O riyadır. Və həmçinin də sonuncu isə qardaşlar, tövhid əhli hər bir la ilahə illallah deyən insan çalışmalıdır ki, digərlərinə də buna dəvət etsin, digərlərini də buna çağırsın. İnsanları Allaha ortaq qoşmaqdan, şəriklər qoşmaqdan, başqalarına nəzir verməkdən, başqalarına qurban kəsməkdən həmən insanlar onları həmən bu əməldən uzaq tutsunlar. Və çünki həqiqətən də bu insanın müsəlman qardaşı üçün xeyir istəməsidir. Əgər bizim qarşımızdakı müsəlmandırsa və o həmən insan bu şeyləri cahilliyi ucbatından edirsə, bizim üzərimizə vacibdir ki, biz onları bu zillətdən, bu zülmətdən, bu pis və murdar əməldən qurtaraq. Həqiqətən şirk ən murdar, ən çirkin əməllərdən biridir. Hansı ki, Allah Subhanahu wa Ta'ala bunu sevmir və bundan razı deyil. Ona görə də biz çalışmalıyıq ki, insanları bu uçurumdan, bu təhlükədən insanları uzaqlaşdıraq. Qohumlarımızı, əqrabalarımızı başa salaq ki, həqiqətən Allah bizdən yalnız ona boyun əyməyi, yalnız ona qurban kəsməyi, yalnız ona nəzir etməyi əmr eləyib. Allahın heç bir şərikliyə ehtiyacı yoxdur. Əgər Allah özünə şəriklər istəsəydi, o zaman onlardan da daha fəzilətli, daha üstünləri var, mələklər var, peyğəmbərləri var. Lakin Allah bunu da demir. Hətta ən yaxın mələkini belə demir ki, məni ortaq tutun. Allah buyurur ki, mən ibadətdə təkəm və mən mülkdə təkəm. Mülkdə tək olan necə ilahlıqda onun şərik ola bilər? Və ilahlıqda tək olan necə mülklükdə hər hansısa bir şeydə onun şərik ola bilər? Allahın heç bir bənzəri, heç bir ortağı yoxdur. Necə ki, biz bunu ad və sifətlərindən də bilirik. Əgər onun heç bir ortağı, ibadətdə heç bir ortağı, yaradılışda heç bir ortağı, ad və sifətlərin heç bir bənzəri yoxdursa, onda niyə görə insanlar, niyə görə biz ona ortaq qoşmalıyıq? Deməli, insanlar və yalnız Rəbbinə ibadət etməli, ona heç nəyə şərik qoşmalı deyirlər. Ona görə də qardaşlar, biz çalışmalıyıq insanları bu şeydən, bu qaranlıqdan insanlara çıxardaq. Allah bizlərə tövhidi, həqiqi tövhidi nəsib eləyib. Ona görə də biz onları, bu həqiqi insanları oradan çıxartmalıyıq. Çünki bu onlara xeyir istəməkdir. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisində keçdiyi kimi, sizlərdən biriniz kamil iman gətirmiş olmaz, ta ki özünə istədiyini müsəlman qardaşına istəmədikcə. Ona görə də əgər sən öz nəfs və bunu rəva bilmirsənsə, sən özün bundan qorxursansa ki, əgər mən bunu etsəm, buna görə Allah mənə cəzalandırar, həmçində sən yaxınlarına qarşı, qohum əqrabalarına qarşı bu tərzdə olmalısan, bu formada olmalısan, onları bu şeydən çəkindirməlisən. Ona görə qardaşlar, biz bilməliyik ki, həqiqətən də yəni bu şey insanları çağırmalıyıq. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Muazı Yəmənə göndərəndə məşhur hədislərdən biridir. Peyğəmbər sallallahu əleyhi və səlləm Muazı Yəmənə göndərəndə deyir ki, sən onlara birinci la ilahə, təbii ki, Muaz qeyri-müsəlmanların yanına gedirdi. Sən onlara birinci la ilahə illallaha dəvət elə, yəni tövhidə dəvət elə. Ən birinci dəvət etdiyin şey bu olsun. Əgər onlar bunu səndən qəbul etsələr, onda onlara öyrət ki, Allah onlara 5 vaxt namaz qoyub, fərz qoyub, bunu onlara öyrət. Bunu da səndən qəbul etsələr, onda onlara bildir ki, həqiqətən Allah sədəqə qoyub, hansı ki, o varlılardan götürülür və kasıblara paylanılır.
Və onlar bu məsələdə sənə itaət etsələr, onların yaxşı mallarına göz dikməkdən çəkin. Məzlumun duasından qorx. Həqiqətən də məzlum ilə Allah arasında heç bir pərdə yoxdur. Heç bir hicab yoxdur. Və ona görə də insan çalışmalıdır ki, özü birinci tövhid üzərində möhkəm olsun və insanlarla həqiqi, yəni insanlar da bu pis və murdar şeylərdən çəkindirsin. Və sonra da qardaşlar, Allah Resulü sallallahu aleyhi və səlləm Xeybər günü buyurur ki, mən sabah bayrağı bir kişiyə verəcəyəm. Hansı ki o kişi Allahı və Rəsulunu sevir. Allah və Rəsulunu da onu sevir. Allah onun əli ilə bir çox yerlər açacaq, bir çox fətihlər olunacaq onun əli ilə. Və insanlar artıq gözləyirlər, düşünürlər ki, görəsən sabah Peyğəmbər sallallahu aleyhi ve sellem bayraq verəcək insan kim olacaq? Gecəni intizarda olurlar. Və sabahladığı zaman Peyğəmbər sallallahu aleyhi ve sellem onların qabağına çıxır və hər bir kəs təmanna edir ki, hər bir kəs özü-özündə fikirləşir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bayrağı mənə versin. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Əli haradadır? Əli ibn Əbi Talib haradadır? Onlar buyurur ki, Əli radiyallahu anhunun, yəni o gözündən şikayət edir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem öz əshabını onun yanına göndərir və Əli Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gətirilir. Peyğəmbər sallallahu aleyhi ve sellem onun gözünə tüpürür və ona dua eləyir və Əli radiyallahu anhunun gözü açılır. Sanki Əli radiyallahu anhunun bundan qabaq gözü heç kör olmamışdı. Peyğəmbər sallallahu aleyhi ve sellem ona bayrağı verir və Allah Resulü sallallahu aleyhi ve sellem Əliyə buyurur ki, deməli, yəni ona bayrağı verdikdə Əliyə buyurur ki, yəni yoluna davam et və insanları İslam'a dəvət et və həmçində o əxbiruhum bimə yecibu aleyhim min haqqillahi teala fi və həmçinin onlara Allahın vacib etdiklərini onlara xəbər ver. Vallahi لأن يهدي الله بك رجلا واحدا خير لك من حمر النعم. Nəam. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, vallahi sənin əlinlə İslam'a bir kişinin gəlməsi həqiqətən də sənin üçün qırmızı dəvədən nədir? Daha xeyirlidir. Hansı ki, qırmızı dəvə ərəblərdə bu gündə də, elə o gündə də ən bahalı dəvələrdən biri idi.